Fikirlərinizi, rəylərinizi yazın. Demək, bu rəylərdə belə yazırlar ki, inanın, elə uşaqlar var, dərsdə səs salıb, müəllimin fikrini qarışdırır, bütün uşaqlar dərsdən yayınsın. Sonra da deyirlər ki, müəllimə dərs keçmir, müəllimləri imtahan edincə məktəbdə təlim-tərbiyə gücləndirilsin. Elə uşaq görmüşəm ki, müəllimə itələyir, müəllimlərin çoxu xəstədir, əl-azları yoxdur işləyirlər, necə dolansınlar? Müəllimlərin yarısı bu saat ürək xəstəsi, yarısının psixikası pozulub, şəkər xəstələridir. Mən sizə bir dənə proqnoz verirəm. Mən ölü, siz diri. 2-3 ildən sonra pedaqoqların, Baba Emin Əmrullayevin təhsilin idarə edilməsindəki təcrübəsinin nəticəsi olaraq kətləri demirəm ki, rayonlarda zaten belə sakitdir. Bakı məktəbi müəllimlərin diaqnozu 80% şəkər xəstəsi olması gəlməlidir, qorxudan. Müəllimlərin 80% şəkər xəstəsi olacaq. Niyə? Bəli, danışın. Niyəsində? Hörmətli izləyicilər, müəllim danışır. Bax, varmı içinizdə belə? Bəlkə də Şəmsin müəllim deyən indidən başlayıb, varsa həyəcan təbiri çalmaq lazımdır. Şəkər xəstələri çoxmu içinizdə? Çoxmu? Çoxmu var? Yazın, çox xahiş edirəm, əziz müəllimlər. Yazın, Şəmsin müəllim, buyurun. Şəkər xəstələri nağdı olanlar var. Mən deyirəm, belə davam eləsə, bəli, 80% keçəcək. Müəllimin 80% şəkər olacaq. Niyə? Demək, təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərin 80%-i şəkər xəstəliyinə tutulacaqdır. Niyə? Buyurun. Çünki bugün müəllim məktəbə qorxa-qorxa gedir. Niyə qorxur? Bu mənim qohum əqrabam müəllim də hamısı. Bəli. Hamısı deyir ki, qorxuruq. Həftə deyir, başa çatanda, əgər sənin haqqında heç bir şey olmuyorsa, deyir ki, bu həftəni yola verdik. Şərə düşmədik. Müəllim şagirddən qorxur, söz deyə bilmir. Qorxur, söz deyə bilmir. Və elə ona görə də yazılar ki... Müəllimin bağrı çatlayır, oturubdur sinifdə, it kimi hürür, üzr istəyirəm. Dinə bilmir. Çünki dinəndə, bilirsiniz də, o dəfə dedik, başına nə iş gələcək. Ya əsəbdən ürək xəstəliyi tapır, ya da dinəndən sonra qorxur, əksəriyyət qadınlar qorxurlar. Ay bunu polisə çağıracaq, ay filan eləcək şəkər xəstəliyi. Bizə də mentalitet... Bu sistemdə belə bir vəziyyətdə təhsildən danışmağa dəyərmi? Təhsilin keyfiyyətindən necə danışasın? Və müəllimlər ali təhsillərin ən bədbəxtidirlər, yazıblar. Az maaşla əsəb içində yaşayırlar. Duydum məsələ, deyirəm. Deməli, vakansiya, təzə iş yeri açılsın deyə qoca müəllimləri sıradan çıxarmaq üçün üsul tapılıb. Allah özü biz qocalara kömək olsun. Qoca müəllim deyəndə indi 65 yaşına qədər işləyirlər. 65 yaşına qocalıqdır. Keçən dəfə dedim ki, ay Aqil müəllim, Bakıda müəllimin bugün ay neçəsidir? Martın 17-si. Bugün Qocayev Şəmsinin 65 yaşı tamam oldu. Bakı şəhərindəki istənilən məktəbdə. Məktəb direktoru yox. Təqribən, bəli. Məktəb direktoru əmr verir ki, Qocayev Şəmsi ilə bağlanmış əmək müqaviləsi ləğv edilsin. Büdcədə maliyyələşən təşkilatda çalışmanın yaş həddinə çatdığını 70-ci maddəni yebən bugün ad günü hədiyyəsini verdi. Sabah da bir əmr verir ki, dərs ilinin sonuna qədər Qocayev Şəmsi ilə müddətli əmək müqaviləsi bağlansın. Davam edir. Bu Bakıda bir mənalı şəkildə neçə illərdir belə. Qazax Tovuzda bir başqadır. Mərkəzli rayonda bir başqadır. Qarabağ regionalda bir başqadır. Şərqi Zəngəzur. Kimin ağlına kəsir onu idi? Bir dəfəlik bu nazir olan bəndə, bu regional 10 nəfər, 12 nəfər regional müdürüm var. Çağır denən ki, ay ki, dərs ilinin ortasında məktubun var, təlimat var. Dərs ilinin ortasında yaşı tamam olan adamı işdən çıxartmır. Bir dənə mərkəzi aran zonasında çıxartmırlar. Mərkəzi aranda yox, Milmuğanda. Milmuğanda. Bax, burada biri yazır ki,
Çünkü Rəşad Musayev o işin asıdır. Bilir, o məktubu özü hazırlayır. Ona görə. Bir yazır ki, bu cür canını qurtaran müəllimlərdən biri də mənəm, Arif yazır, Bədalov ki, bu cür canını qurtaran müəllimlərdən biri də mən oldum. Boş siniflərə dərs deməkdən bezmişdim. Elmi dərəcəm imkan verirdi ki, 2 il qanuni olaraq işləməyə davam edim. Bir gündə artıq işləmədim, təhsilimiz bərpa gündədir. Baxın, deyir ki, alimdir, boş siniflərə dərs deməkdən bezmişdim. Vicdanı qəbul eləməyib də deyir ki, o qədər olub ki, ay Aqil müəllim, gəl sinif yoxdur, müəllim gəlib oturub, beləcə durub. Neynədir? İndi o müəllim səsini çıxarsın, görün nələr olur. Hələ yeri gəlmişkən bir sənə bir xoş xəbər deyim. Reyhan Hacı, Nəsim Rayon Məhkəməsi Reyhan Hacızadənin vəzifəsinin bərpa olunması haqqında qətnamə çıxardı. Artıq çıxartıldı. Təşəkkürlər, sağ olsun yenə məhkəmələr. Mən bunu buradan, mən özümü öldürürəm. Mən buradan danışıram. Mən bu cəmaata başa salamıram, çatdıramıram. Mən təmiz türkçə danışıram. Bütün mübahisəli məsələlər məhkəmədə həll olunur. İndi baxın, bu bizimkilər sizinkilərə bölən təhsili. Mən işlədiyim dövrə, Mısır müəllimin dövrünü, ondan qabaqki nazirlərin dövründə bəlkə, nə bilim mən, təsadüfən olardı ki, müəllim idarəni məhkəməyə versin, nazirliyi məhkəməyə. Yüzlərlə məhkəmə işi var ki. Bunlar dinəndə deyir ki, hüquqşünaslıq. Məhkəmə niyə Reyhan Hacızadəni bərpa edib bilirsiniz? Niyə? Gör, nələr çıxıb məhkəmədə. Deməli, Reyhan Hacızadə iyul ayının birində, 2024-cü iyul ayının birində gedib məzuniyyətə. Məzuniyyətdə olur? Yox, məzuniyyətə gedib. L-nın birində. Həmən o həşəmətli Anar Məmmədov var idi. İyulun 3-də əmr verib Reyhan Hacızadə ilə müddətləmə müqaviləsinə xitam veriblər. 2 gündən sonra. İyulun 18-də bunların ağlı başına gəlib ki, ay dadibdə da, məzuniyyətdə olan adamlar əmək müqaviləsinə xitam vermək olmaz. Tez o əmri ləğv edib. Təzdən avqustun 26-sında bir də xitam verib. Təbrik edirəm Reyhan xanım. Buradan sizi təbrik edirik ki, nəhayət. Gör, bunlar nə qədər adını hüquqşünas qoyub qanundan xəbərsiz olanlar var. Hüququn nə olduğunu bilməyənlər gəlib indi cəmaata ağıl öyrədir. Baxın, özü hüquqşünas deyə Aygün Bayramova. Bakı Təhsil İdarəsində kadrlar şöbəsi sektorunun müdürüdür. Polisdən adamları tutulur. Ay sağ ol, baba. İnsan resursları sektorunun müdürü. Ay Nərimlə xanım. Deyirsən, nə Londonda oxumusan, harada oxumusan. Bir kadrına bax, hüquqşünasın. Sən məzuniyyətdə olanda eləyiblər bunları. Anar Məmmədovla bir rəqiblər əmr veriblər. Çağır Aygün Bayramova, denən, bax, məhkəmə verdi qərarını. Aygün Bayramova, mənə cavab ver, görüm, bunu niyə eləyirsən? Çünki əmr layihəsinin arxasını mütləq qol çəkir. Və burada yazırlar ki, məqsədli şəkildə müəllimi, valideyn və şagird qarşısında alçaldırlar. Müəllimin nüfuzu qalıb ki, Allah axırımızı xeyirləsin, təhsil repressiya illərini yaşayır. Təhsil dağıtdılar, darmadağın elədilər. Bütün köhnəni yıxdılar, təzədə yox. Sonra bəzi valideynlər yuxarı vəzifələrdə gün o gün olsun ki, qoçu övladları valideynlərinin əzraili olsun. O sözsüzdür, o bumerangdır. O elə olur. Bunun şək şübhəm yoxdur. Yenə mən deyirəm, 2-3 ildən sonra baxarsınız, müəllimlər nə vəziyyət edir. Mən qohumlarıma deyirəm ki, işləməyin. Çıxın oturun evinizdə. Deyir, niyə deyirəm, aldığını doktora verəcəksin. Valideyn evində uşağını yaxşı tərbiyələndirsə, məktəbdə bu kimi hallar olmaz. Müəllimləri sevmək lazımdır. Aqil müəllim, sən özün uşağımız məktəbdə oxumuşuq, hamımız uşaqlıq dövrü keçirmişik. Mənim həddim nə idi? Gələm evdə deyədim ki, falan müəllim mənə bir şillə vurdu, yağdırad bildirdi. O saat tazilər ki, neynəmizə? Bir millətin müəllimini bu günə salmaq, təhsili məhv etmək deməkdir və bundan düşmənlər istifadə edəcək.
Razısınızmı bundan? Tamamıyla doğru. Tamamıyla doğru. Televiziyalar müğənnilərlə, sənət adamları ilə, şou ilə doldururlarsa, onda uşaqlar ondan nə öyrənəcək? Çoxdan da ürəyimi sızladan bir məsələ düşdü yadıma bunu. Buyurun. Bu ərindən boşanan, ərsiz qadınlar deyirdilər, kim deyir ki, müğənnilik edir. Bəli, bəli. Yarısı da şairlik edir. Facebook'a girirsən, şiirlər paylaşırlar. Ond olsun Allah'a, şiir adına bir misra yoxdur ha. Bir misra adam. Güya bu boşanıbdır, sevibdir. Xəcalət çəkir. Aman Altına da şərhlər yazırlar, rəylər ya, halal olsun, şairə xanım, belə. Bir ikisine deyim ki, vay bu oraya yazılmaq, vay sənin şiirin şiir diyor, Allah'a baxın, bəndiyə baxın. Ha, bu poeziyanı bu günə qoymuyor. Ha, təhsil bu gündə, ya, ədəbiyyat bu gündə. Ha, belə zulüm olar mı? Yaxşı, bunu da Emin Əmrullayev eləmədi ki, tutaq yaxasından. Ay, heç olmasa, ha, mən deyirəm o Facebook üzvləri, izləyiciləri falan. Bir adam vicdan olur, yazanda, rey yazanda bir fikirləşin, nə yazırsınız, değil mi? Problem... Amma gələn dəfə deyəcəm adını, bu dəfə deyirəm. Bir başqa Şəmsi müəllim, vaxtınız olsun. Antologiya buraxırlar ki, ədəbiyyatdan xəbəri olmayan adamlar cəmaatdan hər şeylə 5 manatdan yığıb antologiya buraxırlar. Antologiya. İndi bu bayaq yaxşı bir onu dedin, amma üstündən keçdi. Hə, dillə bağlı, Məlikə Əsədova. Nədir? Yazıçı olmaq istəyənlər, yazıçılıq eləyənlər gedək verək də imtahan. Hə, imtahan vermək istəyir. O nə idi, bax onu bilmədim. Biz də kengurunu yekunlaşdırmadıq. Ha, kengurunu yekunlaşdıraq, yəqin ki, iftara nə qədər var? Vay, yenə deyirəm, bu cəmaatın uşaqlarını məcbur eləyib kenguruya cənab Əmrullayev. Özümü təksir etməm. Müddəa deyir ki, ödənişli olimpiyadalarda iştirak eləməyin, siz deyirsiniz ki, hər sinifdən 2 uşaq. Müəllim də qan ağlayır orada ki, əgər 2 uşaq olmasa, o 40 manatı mənim pulumun cibimdən tutacaqlar. Bu nədir, o nədir? Səmimi olun da. Və mənə deyin, görüm. Ola bilər mən qocalmışam, o zaten xərifləmişəm. Mənə izah eləyin ki, 8 il keçirdiyim kengurudan Azərbaycan təhsili nə qazanıb? Pul mənasını maddi cəhətdən demirəm ha. Təhsilimizə nə kimi müsbət təsir olub, xahiş edirəm, o barədə bir dəfə çıxış edeyim. Deyin. Məni inandırın, mən də bu cəmaatı inandırım. Əlbət mənə bir nə qədər dinləyən, baxıcı olur mənim çıxışlarıma. 30 min, 20 min, 40 min, 50 min təkcə kanalda, Facebookda, ümumiyyətlə sizin bir verilişiniz vardı, ona 1 milyona qədər 1 milyon lazımdır, 50 min olsun. Facebook, sonra... Emin Əmrullayev məni inandırsın, mən də bir 50 min adam inandırım da. Yox, baxırlar sizə. Bu kenguru nə verdi də qardaş? Onu mənə inandır, mən də cəmaatı inandırım da. İndi əlbət o sözümüz keçirdən, az çox eşitirlər. Görürsən, mən ədəbiyyatdan danışanda səninlə nə işim var? Hə, o deyəsən Məlikə xanım təklif eləyib ki, bu yazıçılıq, jurnalist fəaliyyəti ilə məşğul olanlar könüllü şəkildə gəlsinlər, imtahan verir, dil imtahanı versinlər. Hə, dildən imtahan dedi veriləcək. Məsələn, mən yazıçılar birliyinin üzvüyəm, yəqin ki, verməliyəm də belə bir imtahan.